Hər vaxtınız xeyir. Danışırıq fizika 20 sınaq 1-ci qrup üzrə olan bölmədən sınaq 12-nin izahını. Deməli, birinci sualda deyir cisim müəyyən məsafəni 4 metr böl saniyə sürətlə 9 saniyə gedir. 6 metr bölünsün saniyə sürətlə nə qədər vaxta gedər? Adi qaydada birinciyə görə S bərabər VT düsturundan, yəni 4-ü vururuq. Aha, 4-ü vururuq 9-a eləyir 36. Həmin 36 məsafəni 6 ilə geçsə neçə saniyə gedər? 6-ya. 36-nı da bölürsə 6-ya eləyir 6 saniyə. İkinci sual. Birinci disk üzərində olan bir nöqtəsinin təcili A olarsa. Deməli, uşaqlar, yəni bunun təcili deyir ki, A-dırsa, bunların da radiusları bu R-dir. Bu R-dir. Bu isə 2R-dir. İkinci. Soruşur ki, üçüncünün təcili, bəli, üçün təcili nəyə bərabərdir? Deməli, uşaqlar, 1 ilə 3-ü ümumiyyətlə bir-birinə qatmayın. Öncəliklə bunu deyim. Baxırıq ki, 1 ilə 2 qarşılı ötürmədir. Qarşılı ötürmədə bir dənə period radiusdan düz asılıdır. Deməli, 1-in təcili A-dırsa, 2-nin radiusu 2 dəfə böyük olduğuna görə təcili 2 dəfə az olacaq. Olacaq A böl 2. 2 ilə 3 konsentrik çevrədir. Konsentrik çevrədə sürət təcil radiusdan düz asılıdır. Yəni, radiusu 2R olana A böl 2 deyilibsə, radiusu R olana 2 dəfə az, yəni A bölünsün 4 düşəcək. Cavab A variantıdır. Üçüncü sual. F1, F2 qüvvələrini. Deməli, 2 ilə 3 eyni istiqamətdə gedir deyə 5 ilə 3-ü toplayırıq 8. Bu da 6-dır. 6 ilə də 8 Pifagorla verir 10. Dördüncü sual. F'in düsturu K delta L'dir. Soruşur ki, burada F delta L'dən ya da delta L'dən necə asılıdır? B variantı. Elastiklik qüvvəsinin düsturudur. 8-ci sual deyir, N2 bölünsün N1-i tap. Deməli, sayırıq 6 dənə dama var. Tən orta ağırlıq mərkəzə düşür buradan. Bilirik ki, qüvvələrin nisbəti qolların tərs nisbətinə bərabərdir. Yəni, D1-in D2-yə olan nisbətinə. D1 birincinin qolu kütlə mərkəzindən 3 damadır, ikincinin qolu 1 damadır. Yəni, 3-ün 1-ə nisbəti 3-ə bərabərdir. 6. Sərtliyi K-nı verib, yayın uzanması X-i verib, kütləni M-i verib, J-ni verib, H-i istəyir. Uşaqlar, sizin burada maksimal hündürlükdə olanda, ən təpə nöqtədə malik olduğu enerji hansı enerjidir? MGH. Həmin enerjinin hesabına düşür yayı sıxır və hansı enerjiyə çevrilir? Kx kvadratı bölünsün 2-yə. MGH bərabər də Kx kvadratı bölünsün 2 yazıb, yerinə qoyub hesablayırsınız və çıxırsınız cavaba. Cavab burada eləməlidir A variantı. 7-ci sual. Deməli, kinetikin S-dən. Bilirik ki, iş nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsinə, işin düsturu isə nədir? Fs. Ən çox düşən qayda tipi. Əgər yer dəyişmə istiqamətini də əvəzləyici qüvvə təsir edirsə, Y inləşəndir. Y inləşəndə kinetik enerji artır. Düzgün cavab Y variantıdır. 8. Yaya birinci cisim bağlandıqda period T1-dir, ikinci bağlananda T2-dir. Kütlələri cəminə. Uşaqlar, cəminə bərabərdirsə əzbər yolunu deyəcəm. T1-in kvadratı üstəgəl T2-nin kvadratı olur. Fərqinə bərabər deyəndə B variantı olur. Yazma yolunu istəsəz, burada birincinin periodunu yazırsan, T1 bərabərdir 2 pi kök altında M1 böl K. T2 bərabərdir, bu da eyni qaydada 2 pi kök altını da M2 bölünsün K. Yeni düzəlmiş period, rəqqasın periodu isə 2 pi, kütlələrinin cəminə bərabərdir deyə M1 üstəgəlinsin M2 bölünsün K. Deməli, nə edirsiniz? Buradan M1-i tapırsınız, buradan M2-ni tapırsınız. Gətir bu düsturda yerinə qoyursunuz, əvəz etmə filan gəlir, çıxır oradakı C variantına. 9-cu sual. Soruşur ki, sıxılığı mayenin sıxılığından böyük olan cismi mayeyə batırdıqda onun mayedəki çəkisinin batan hissədən. Bilirik ki, cisim mayeye girəndə çəkisi azalır. Düzgün cavab B variantıdır. Düstur P maye bərabərdir. P0 çıx. Arximedin yerində rho maye, V batan, J. Yəni, düz mütənasibdir, amma düsturda mənfi var deyə üzü aşağı düşən. 10-cu sual, sınaq 11-də də var. Mütləq sınaqlara ardıcıl baxmağa çalışın. Vərdiş eləyin, onda daha rahat olar. Deməli, burada VT-dən düz mütənasibdir deyə həm 1-dən keçən, həm 2-dən keçən xət çəkirik. Bu 1-in bucağı, bu 2-nin bucağı. Mendeleev Klapeyron, PV bərabərdir nü RT. Təzyiq istədiyinə görə buradan P-ni tapanda olur nü RT bölünsün V-yə. Deməli, V bölünsün T bizə nəyi verir? Tangens alfanı. Amma burada T böl V-dir deyə nə olur?
nüer, kotangens alfa. Nüer də öz yerində. İndi 1-dən 2-yə keçəndə bucağımız nə olur? Artır. Kotangensdə bucaq altında qiymət azalır. Təzyiq götürürük, azalar. Konsentrasiya da təzyiqdən düşdü deyə konsentrasiya da avtomatik azalır. Cavab olur Y variantı. 11. Sabit temperaturda verilmiş kütləli həcm 2 dəfə daxil. Deməli, uşaqlar, nə sabitdə onu işlətməliyəmsə, kütlə temperaturu olan düstur 2-də 3 MRT bölünsün böyük M-dir. Burada həcm yoxdur, ona görə daxil enerji dəyişmir. 12-ci sual. İkinci və üçüncü odaqlarda psixrometrin deməli. Deməli, uşaqlar, bu quru göstəricidir 28-25. Quruya görə T-ni müəyyən edirsiniz. Yəni, T1 T2-dən böyüdür. Fərqə görə isə 28-dən 20 çıxanda 8 eləyir, 25-dən 5 çıxanda 5 eləyir. Fərq isə rütubətdən tərsdir deyə ikinci otağın rütubəti daha çoxdur. Yəni, cavab C variantıdır. 13-cü sual. Məftil görən kimi yazmalıyıq. F bərabərdir sigma S, F-in yerinə mj, sigmanın yerinə epsilon y s. Buradan da mj, epsilon y, s-in də yerinə pi r-in kvadratı. Və bu düsturdan deyir y-ni tap. Tap deyir, tapaq. 13-də tapanda cavab olur B variantı. 14. İntensivliyi və qüvvəni müqayisə edin. Uşaqlar, bu bir cins sahədir. Görürsünüz, xətlər eyni yerə gedir, aralarında məsafə eyni qədərdir. Deməli, bir cins sahədir. Bir cins sahədə bərabər yeyinləşən, bərabər yavaşlayan olur deyə qüvvə bərabərdir. Potensial da keçmişik ki, ox istiqamətində azalır. Deməli, 1-2-dən daha böyükdür. Yəni, 3 və 4 A variantı. 15. Tutumu 4 mikrofarad olan hava kondensatorunun gərginliyi 20 voltdur. Tamam, yükü necə dəyişər? Gedək Q-nün düsturunu yazaq. Q bərabərdir SU, 20 vurulsun 4, yəni 80. Dielektriklə doldurduqda Q, S düsturunu açsan, epsilon 0, S bölünsün, D vurulsun U. Epsilon artanda Q da artır. 3, yəni 80-dir. 3 olan dielektriklə doldurursansa, 83-ə vurursan, eləyir 240. Deyir, necə dəyişib? 240-dan da 80 çıxırsan, deyirsən ki, aha, nə olubmuş? 160 artıbmış. 16. Bu hansı tip sualdır? Tək duran ən böyüdür sualından. Bizdə burada tək duran hansıdır? Deməli, R2, deyirik I2 ən böyüdür. Deməli, uşaqlar, bu R-dir, bu R3, 3R-dir. Deməli, 2 ən böyüdür. I də R-dən tərsdir deyə. Niyə tərsdir? I bərabərdir U bölünsün R-ə görə. I də R-dən tərsdir deyə 2 böyüdü 1-dən, o da böyüdü 3-dən. 17. Hansı hadisə qaz boşalmasının davam etmə səbəbidir? Təbii ki, ionların katoda zərbə nəticəsində katoddan elektronun qopması. 18. Bir cins maqnit sahəsinin induksiya xətləri hansı istiqamətdə yönəlməlidir ki, amper qüvvəsi şəkil müstəvisinə perpendikulyar olmaqla bizə doğru yönəlsin. Deməli, uşaqlar, bilirik ki, amper qüvvəsi sol əldir. Sol əlinizdə 4 barmağınızı sağa doğru tutmuş olsaq, baş barmağınızı da bizə doğru tutsaq, yəni güya şəkildən bizə doğru çıxır, onda əlimiz elə bir vəziyyət alacaq ki, B-ni ovcumuzun içinə elə bir, əl belə bir şey olacaq da, baş barmağımız bizə doğru. Onda B də ovcun içinə doğru yönəldiyinə görə belə bir istiqamət olacaq, yəni yuxarıya doğru. B variantı. 19-cu sual. Elektrostatik və burulğanlı. Aha, okey. Deməli, uyğunluqdur. Venn diaqramda daha doğrusu. Sükunətdə olan yükü yaradır. İkisində də elektrik sahəsi var deyə biri ortaya yazıram. Qüvvə xətlərinin başlanğıcı və sonu var. Burulğanın başlanğıcı sonu olmur deyə 2-ni buraya yazırıq. Qapalı trayektoriyada görülən iş sıfıra bərabər deyil maqnitə, yəni burulğanlı elektrikə aiddir. İntensivlik vektoru qüvvə xəttinə toxunan yönəlilir. İkisinə də aiddir. Çünki intensivlik qüvvə ilə eyni yönəlir. 5 isə sıfıra bərabər deyil. Təbii ki, digərinə aid olacaq. Sonra 19-da düzgün cavab oldu. Nə C variantı? Sonra 20-ci sual. İşığın təsiri ilə maddədən elektronların qopması hadisəsi nə adlanır? Fotoeffekt. 5. Maksimal kinetik enerji düşən işığın deməli nəyindən? Maksimal kinetik enerji. Nəyin? Fotoelektronların maksimal kinetik enerjisi düşən elektronların düşən işığın xətti asılı olub. Deməli, düşünək, elektron nədən asılı deyil? Nədən asılı olub, nədən asılı ola bilməz? Bilirik ki, intensivlik, say, cərəyan şiddəti bunlardan asılı olmur. Onda tezliyindən asılı olur, intensivliyindən asılı olmur. Sonra maksimal qiyməti doyma, onda fotocəryanın maksimal qiyməti düşən işığın nəyindən, intensivliyindən düz asılıdır.
52, 43, 13, 52, 43, 13. A variantı düzgün variantı. Sonra 21-ci sual. Çox asan bir suallardan biri. Oy, alim qarışdı. Deməli, burada həndəsə optika bölməsidir. Bizə deyir ki, S nöqtəvi işıq mənbəyi toplayıcı linzanın 2 qat fokus məsafəsində yerləşir. Deməli, uşaqlar bilirik ki, cisim 2F-dədirsə, xəyal da mütləq 2F-də olacaq. İndi ümumi uzunluq L-dirsə, onda bu balaca hissə nə olacaq? Təbii ki, L çıxılsın 2F. 22. Joule vurulsun ohm. Joule yəni W, ohm yəni R, Weber-də yəni fi. Fi-nin yerinə mən deyərəm ki, QR yazaq. Bunlar da gedər. W bölünsün Q-də U-nun vahididir. Yəni, gərginlik ya da potensiallar fərqi. 23. Yer səthindən şaqlı yuxarı atılmış cismin sürətinin qrafikinə maksimal qalxma hündürlüyünü hesablayın. Tamam. Hesablayaq da. Deməli, cisim buradan yavaşlayan hərəkət edirsə, V bərabərdir nədir? V0 çıxılsın, JT. Buradan son sürət 30 verib. Onda 30 bərabərdir, amma bu neçədən başlayıb bilmirəm də. 30 bərabərdir, V0 çıxılsın, 10 vurulsun, neçə 2-yə. V0 tapıram ki, neçə eləyirmiş? 50 eləyirmiş. H-max'ın da düsturu nədir uşaqlar? V0-ın kvadratı bölünsün 2J. 50-nin kvadratını da 20-yə böləndə eləyir 125 metr. 24. Hansı ifadə doğrudur? Yenə maqnit, yenə period filan. Deməli, periodun düsturu bilirik ki, nədir? Bilmirsinizsə mütləq əzbərləyin. 2πm bölünsün B2. Baxıram ki, sürət 2 dəfə artanda, periodun düsturunda sürət yoxdur, 2-ni götürürəm. Təcil deyirsə, yazıram. MA bərabərdir B2V. Burada təcil sürətdən düzdür deyə 2 dəfə artanda 2 dəfə artar. Radius deyirsə, MV bərabərdir B2R. Radius da sürətdən düzdür deyə o da 2 dəfə artar. Cavab olur 2, 3, 5. 25-ci sual. İnduktivliyi verib, W-nu verib, I-ni istəyir. Təbii ki, W-nun L kvadratı bölünsün 2 düsturudur. Yerinə qoyub hesablayırsınız. 26. Dozanın düsturu D bərabərdir. Y bölünsün M-dir. Atom bölməsidir. Tanış gəlməyənlər üçün deyim. 0,5 eləyir. 27. Dalğa optikası bölməsidir. Turmalin kristalında nə olurdu? İşığın N-in olması sübut olunub. S. Sonra qabarıq linza. Linza xəyal almaq üçündür. Təbii ki, A. Difraksiya qəfəsi D sinus V K lambda dalğa uzunluğunu ölçür B və ən çox meyl edən difraksiya qırmızı rəngdir D. 28-ci sual. Burada deyir ki, uşaqlar içərisində su olan iki qabının ağzı tıxacla bağlıdır. Şəkildə təsvir olunduğu kimi boru ilə təchiz olunub. Bir qabını qızdırdıqda. Biz bunu qızdırırıqsa bilirik ki, burada temperatur artır. Temperatur artanda vurur təzyiqlə. Bunun içinə təzyiq ötürür. Temperatur artanda nə olur? Təzyiq artır. Deyirsiniz ki, temperaturun artması ilə təzyiq artır və qabda təzyiq bütün istiqamətdə Paskal qanununa görə bərabər ötürülür və suyu vurur, buradan fontan kimi çıxmasına səbəb olur. 29-cu sual. Tam müqavimətin düsturu R tam bərabərdir. R-in kvadratı üstə gəl, XL çıxılsın XC-nin mötərizə kvadratı. Buradan da yerinə qoyuruq. Aktiv müqavimət bu R-in göstəricisidir. Omega XL-in yerinə qoyacaqsınız. Mən yerinə qoymağını eləməyəcəm. Özünüz zəhmət olmasa eləyərsiniz. XL-in yerinə omega L qoyursunuz. XC-nin də yerinə 1 bölünsün omega C qoyursunuz. Yerinə qoyub qəşəng hesablayırsınız. Cavabınız alınır 10. Bu tip suallarda həmişə Pifaqorla olanlarda ya 10 olur ya 5 olur. 30. Uyğun düstur istifadə etməklə yükün Q amplitud qiyməti sabit olduqda I-nin deməli uşaqlar yazırıq I max bərabərdir omega Q max. I max bərabərdir omega yerinə 1 bölünsün. Kök altında LC Q max. Buradan da tutumu açırıq epsilon 0 S böl D. Məsafədən I D-dən necə asılıdır? Kök altı düz parabola D-yə tərəf.